layiq olduğundan artıq tərifləmək yaltaqlıqdır. Layiq olduğundan az tərifləmək isə acizlik və ya paxıllıqdır. Ən ağır günah insanın yüngül və kiçik hesab etdiyi günahdır. Kim öz eybinə baxsa, başqasının eybini görməz. İnsanı biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq. Sağında və solunda iki mələk oturub onun əməllərini qeydə alır. Allah əmr edib deyəcək: atın cəhənnəmə hər bir inatçıl kafiri, xeyrə mane olanı, azğınlaşıb həddi aşanı, şübhə edəni, başqa bir məbudu Allaha tay tutanı, atın onu şiddətli əzabın içinə.